Hər vaxtınız xeyir olsun. Bugün 19 aprel qəbula düşən növbəti suala baxırıq. Choose the correct option. Deməli, düzgün variantı istəyir bizdən. She let him nöqtələr qoyub və the notebook yazılıb. Burada diqqət olmalı məqam nədir? Let və make feilindən sonra, hansı ki biz bunu complex object öyrənmişdik mürəkkəb tamamlıqda. Onlardan sonra gələn feil zamana və şəxsə görə dəyişmir, həmçinin to qəbul etmir. Və bu qaydaya riayət etsək, deməli, zamana dəyişənləri atırıq, S variantını atdıq, Y variantını atdıq, took həmçinin atırıq və qalır B və D variantı. Dedik ki, let və make feilindən sonra gələn feil to götürməyəcək, to qəbul etməyəcək, ona görə də B variantını atırıq. Doğru variantımız D variantıdır. Növbəti testlərin izahatında görüşənədək sağ olun.